Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün sizlər üçün sürətli oxu barəsində danışmaq istəyirəm. Məktəblərimizdə artıq kurikulum təhsil sisteminə keçiddən sonra bu sürətli oxu prosesi də məktəblərdə bir təhsil proqramının bir hissəsi kimi tədris olunmağa başladı. Sürətli oxu bir çoxunuz bilirsiniz ki, uşaqlar məktəbdə dərs prosesi zamanı sürətli oxuyurlar, yəni müəllimin tapşırığına əsasən saniyə ölçənlə kim daha çox mətndə daha çox söz oxuya bilər yarışması keçirilir və buna görə də müəllim yaxşı sürətli oxuyan uşaqları yaxşı qiymətləndirir, rəğbətləndirir, mükafatlandırır və s. Amma bu sürətli oxunun mənfi fəsadları barədə sanki heç kim düşünməyib. Mən bir loqoped olaraq, nitq qüsurları üzrə mütəxəssis olaraq bu sürətli oxunun mənfi fəsadlarını zaman-zaman uşaqların nitqində hiss eləyirəm və bu məni çox narahat eləyir. Qərara gəldim ki, belə bir video çəkim valideynlər üçün, o cümlədən də bizim təhsil cəmiyyəmiz üçün maarifləndirici bir məlumat verim. Nə müşahidə eləmişəm? Uşaqlarda bu sürətli oxu prosesindən sonra sürətli nitq yaranır. Daha çox sürətli oxuduqları kimi də sürətli danışmağa meyl edirlər. Məni narahat edən məsələlərdən biri də budur. Sürətli oxu zamanı, məsələn, uşaqlar var ki, oxuyur, amma nə oxuduğunun fərqində deyil. O mətni anlaya bilmir ki, mən nə oxudum. Sadəcə sürətli oxuyum deyə oxumaq naminə oxuyur. Sual verirsən ki, bax, burada sən oxudun sürətlə. Mətndə nədən bəhs olunur? Dayanıb baxır adamın üzünə, heç bir cavab verə bilmir. Yəni, onu demək istəyirəm ki, bu sürətli oxu öncələr yox idi. Yəni, mən oxuduğum vaxtlarda kurikuluma qədər bu sürətli oxu yox idi və o demək deyildi ki, bizim insanlarımızın nitqi, insanlarımızın üzündən qiraəti pis vəziyyətdə idi. Bu bir yenilikdir, bu üstünlükdür. Əsla elə hesab eləmirəm. Yəni, uşaqlar var ki, məsələn, anlaması zəifdir, diqqət təşkilliyi var, hələ tam oxunu mənimsəyə bilməyib, üzündən oxuya bilmir. Amma bu qəbildən olan uşaqları məcbur eləyib sürətli oxumaq onlarda özgüvən əskiliyi yaradır. Yəni, mən oxuya bilmirəm, mən heç normal, zəif oxuya bilmirəm, qaldı ki, sürətli oxuyum deyə düşünürlər. Bu da onların oxu prosesində geriyə getməsinə səbəb olur. Yəni, onlar sürətli oxudan qaçırlar. Sürətli oxudan qaçdıqları qədər də normal oxudan belə qaçırlar. Ona görə də sürətli oxu ilə uşaqların nitqini belə korlamaq olmaz. Mən üzümü tuturam o aidiyyatı qurumlara, yəni bu artıq bir işdir, artıq bir prosesdir. Yəni xüsusən məsələn nitqi, oxusu, diqqət təşkilliyi olan uşaqlarda böyük fəsadlar yaradır. Disleksiya yaradır, diqqət çatışmazlığı yaradır. Uşaq oxuduğu mətni dərindən dərk eləyə bilmir ki, nə oxudum. Yəni, bu məsələlərdə xahiş edirəm ki, bunu nəzərə alasınız və bu uşaqları ucudan tutma bu prosesə cəlb etməyin. Böyük yaşlara nisbətən yuxarı siniflərdə bu sürətli oxunun fəsadları özünü daha çox göstərir. Məsələn, yeniyetmə yaşlı uşaqlar gəlirlər ki, mənim nitqim sürətlidir, necə edək mənim nitqimin sürətini aşağı sal, mən normal danış. Bu problemin yaranmasının səbəblərindən biri də sürətli oxudur. Ümumiyyətlə, nevroloji uşaqlar, yəni nevroloji deyəndə onlarda beyin sinir sistemi zəifdir. Onlar səbirsiz, hövsələsiz, özündən tez çıxan, hər bir məsələyə diqqət yetirən və reaksiya verən bu qəbildən olan uşaqlardır. Onlar sürətli danışmağı sevirlər, sürətli hərəkət eləməyi sevirlər, sürətli yeyirlər, arzularının sürətlə həyata keçirməsini istəyirlər. Belə uşaqların bu sürəti qarşısında bir də üstə gəl sürətli oxu, bu onların nitqini daha da sürətli edir və bu da bizim sahəmizdə taxilaliya, yəni sürətli nitq problemi, nitq qüsuru deməkdir. Bu barədə sizə məlumat vermək istəyirəm. Yəni, övladları sürətli nitqə malik olan uşaqların valideynləri, məsələn, elə valideynlər var ki, deyir, mənim uşağım sürətli oxunu heç cürə bacara bilmir. Həmişə geri qalır, sinifdə axırıncı yeri tutur, axırlarıncı yeri tutur və s.
Bu valideynlərə demək istəyirəm ki, övladlarınızı bu məsələyə görə sıxışdırmayın, üzərinə getməyin, tənbih etməyin, cəzalandırmayın. Yəni bu sürətli oxu elə də vacib bir məsələ deyil. Hələ sizin uşağınız qoy normal oxusun, ondan sonra sürətli oxunu tələb eləyərsiniz. Bu problemə görə uşaqların üzərinə getməyin. Və bunu müəllimlərdən də xahiş edirəm. Yəni bu sürətli nitqə gətirib çıxarır. Mən bir mütəxəssis kimi öz fikrimi bildirdim. Əgər sizin də suallarınız varsa bu barədə və yaxud digər nitq qüsurları barədə öz suallarınızı videomun altında şərh bölməsində yaza bilərsiniz. Mən onların hamısını cavablandırmağa hazıram. Videom 2025-ci ilin sonlarına təsadüf edir və qarşıdan 2026-cı il gəlir. Bu münasibətlə mən, əziz xalqım, sizi təbrik edirəm. Yeni ildə yeni uğurlar, yeni nailiyyətlər arzu edirəm. Arzularınız çin olsun. Nə arzunuz varsa inşallah 2026-cı ildə həyata keçsin. Bir mütəxəssis kimi nitqi qüsurlu olan, nitqində hansısa bir problem olan uşaqların da 2026-cı ildə bu problemləri bitsin, öz normal nitqlərinə qovuşsunlar. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, Allah amanında olun.